Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Əmmə bə'd. Danışacağımız mövzu da fitnələr barəsindədir. Şək yoxdur ki, fitnələr ildən ilə artır və hər birimiz də bu fitnələrin içərisindəyik, yaşayırıq, görürük, şahidiyik. Fitnələr haqqında da çox geniş danışmaq olar. Lakin hər birimiz fitnələri bilirik. Fitnələr nədir? Lakin istərdim ki, biz İslam ümmətində olan fitnələrin əslinə baxaq. Yəni, fitnələrin bir tarixinə nəzər salaq, əsas tarixinə. Yəni, bu fitnələr necə baş verdi? Yəni, İslam ümməti hansı fitnələri görmüşdür, hansı fitnələrə şahidlik etmişdir? Şək yoxdur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm zaten bu İslam ümmətində fitnələrin olacağını öz hədislərində qabaqcadan xəbər vermişdir. Yəni, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bildirmişdir ki, vaxt gələcək bu ümmətdə fitnələr baş qaldıracaq və həmin bu fitnələri bizə qabaqcadan xəbər vermiş və bu fitnələr zamanında nə etməyimiz gərəkdiyini də bizlərə bəyan etmişdir. Təbii ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir müəllim idi və vəhiy vasitəsilə danışırdı və Allah-u Teala ona xəbər vermişdi gələcəkdə hansı hadisələr baş verəcək. Lakin buna rəğmən Peyğəmbərimiz sallallahu aleyhi və səlləm həmin o fitnələr vaxtı da hansı mövqedə olmağımızı istər yəni sahabə dönəmində olsun, istər ondan sonraki xeyirli tabinlərin dönəmi olsun, istər ondan sonraki gələn nəsillər olsun, ta günümüzə qədər. Yəni, zaten fitnələr eynidir, tarix təkrarlanır. Lakin həmin bu fitnələr ərəfəsində müsəlmanların mövqeyi necə olmalıdır, necə rəftar etməlidir ki, sabit qalsın. Elə hədislərin birində Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, fitnələr vaxtı deyir, evinizdə olun. Və uzanan oturandan, oturan ayaq üstə durandan, ayaq üstə duran yeriyəndən, yeriyən də qaçandan fitnələr vaxtı daha xeyirlidir. Yəni, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bununla bildirmək istəyir ki, fitnələr vaxtı insan nə qədər çox fitnələrdən uzaq dursa, o qədər özünü fitnələrdən qorumuş olar və beləcə sabit qalmış və dinini qorumuş olar. Yəni, fitnələr elədir ki, fitnələr gəldiyi zaman bir şey səndən aparmır. O şey, Allah qorusun, həm ən başda səndən dinini apara bilir. Yəni, təbii ki, insanın dini onun üçün ən əziz olan şeydir, ən böyük, ən önəmli olan məsələdir. Çünki Allah-u Teala'nın verdiyi nemətlər içərisində din neməti, hidayət neməti ən başda gəlir. Lakin bu nemət əldən getdikdən sonra Allah qorusun, həm bu dünyada sən bədbəxt olmuş olursan, həm də axirətdə. Ona görə də ən başda elə sənin dinini aparır. Və bununla da yetinmir, canını aparır, Allah qorusun. Ola bilsin ki, ya bu fitnələr zamanı xəsarət alasan, ya da ki, öləsən. Necə ki, bu baş veribdir. Ya da ki, sənin malını aparır, malını məhv edir bu fitnələrə baş qoşduğun zaman, ya da ki, Allah qorusun, irzini aparır. Hamısı da nədir? Bu fitnələrə baş qoşmaq, fitnələr zamanı bu fitnələrin içərisinə daxil olmaq. Yəni, fitnələri bilmək tək bəs etmir. Əgər bəs etsəydi, sahabələr də bilirdi fitnələri. Lakin buna rəğmən ümmətin ən xeyirlərin başına da gəldi bu fitnələr. Elə Ömər ibn Xattab radiyallahu anhunun ölümü ilə artıq fitnələr bir anlıq baş verməyə başladı. Necə ki, Hüzeyfə ibn Yəmən deyir ki, vaxt gələcək, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən rəvayət eləyər, deyir ki, vaxt gələcək, fitnələr çoxalacaq. Və fitnə qapısı qırılacaqdır. Və Ömər bin Xattab radiyallahu anh soruşur ki, bu qapı açılacaq, yoxsa qırılacaq? Və deyir ki, xeyr, qırılacaqdır. Və hədisi rəvayət eləyənlər deyir ki, biz soruşduq, deyir, Hüzeyfə ibn Yəməndən ki, deyir, Ömər bin Xattab həmin o qapının özü olduğunu bilirdimi? Deyir, bəli, bilirdi. Yəni, Ömər bin Xattabın artıq ölümü ilə bu fitnə qapısı açılmadı. Çünki açılan bir qapı nə zamansa ehtimal var ki, o bağlansın. Lakin qırıldıqdan sonra o qapının artıq bərpası mümkün deyil. Yəni, o deməkdir ki, artıq fitnələr daxil olacaq və ard-arda. Sanki muncuq dənələri, necə ki, o ipi kəsdiyin zaman hamısı ard-arda düşür, o şəkildə. Zaten elə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qiyamətin əlamətləri haqqında da danışarkən, böyük əlamətləri haqqında danışarkən deyir ki, necə ki, o muncuq qırıldığı, kəsildiyi zaman, ipdən qopduğu zaman dənə-dənə düşər, sürətli şəkildə və o şəkildə də baş verəcəkdir. Hamısı ard-arda gələcəkdir. Allah qorusun hər birimizi o vaxtdan. Və məhz bu yöndən də hər birimiz, yəni, bu tarixi bilməliyik ki, fitnələrin tarixini özümüz üçün önləm alaq və bu fitnələrdən özümüz üçün dərs çıxaraq. Ən başda dedi ki, Ömər bin Xattabın artıq ölümündən sonra bu fitnələr baş qaldırmağa başladı. Osman radiyallahu anh'ın
artıq xilafəti dönəmində onun Misir qiyamçılarının və Misirdən, Küfədən gələn qiyamçıların, yəni xavaric fikrində olan insanların, hansı ki onlar bunların artıq kökü idi, yəni ilk düzəltiləri idi. Gəldilər xəlifənin evinə daxil oldular və onu qətl etdilər. Yəni İslam ümmətində baş vermiş ən böyük müsibətlərdən biri idi. Təsəvvür edin, ümmətin ən xeyirli insanı, yəni öz dönəmində yaşamış sağ qalanlardan ən xeyirlisi, Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin ən yaxın sahabəsi, 3-cü xəlifə, Əbu Bakr və Ömərdən sonra ən xeyirli insan və Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin 2 qızının yoldaşı olmuş Zunnureyn, 2 nur sahibi olan Osman radiyallahu anhu nə elədilər? Evinə daxil olub qətl elədilər. Və kimi? Öz İslam xəlifəsini. Yəni İslam ümməti ilə bununla bir növ parçalanmış oldu. Artıq bu xavaricliyin düzəltiləri artıq bundan başlamış oldu. Hətta bu fitnəyə baş vuranlar da oldu. Yəni təsəvvür eləyin, bu fitnəyə baş vuranlardan biri də Əbu Bakr radiyallahu anhunun oğlu idi. Əbu Bakr radiyallahu anhunun oğlu Osman radiyallahu anhunun qətlində qiyamçılarla bərabər iştirak edir. O da bu qiyama, bu fitnəyə qoşulur. Və hətta Osman radiyallahu anhunun saqqalından tutur və Osman radiyallahu anhu həmin o Əbu Bakr radiyallahu anhunun övladını deyir ki, sənin bu tutduğun saqqala sənin atan hörmət edirdi. Sən isə bu saqqalı tutursan. Və ondan sonra tarix kitablarına qeyd olunur ki, bu bəzi rəvayətlərdə qeyd olunur ki, peşman olur, çəkilir. Yəni görün fitnə nə dərəcəyə çatmışdı ki, artıq sahabə övladlarından bəziləri də bu fitnəyə qoşulmuşdu. Və ondan sonraki fitnə, necə ki bilirsiniz, artıq Osman radiyallahu anhunun ölümündən sonra növbəti bir fitnə başladı. Artıq sahabələr arasında fitnə alovlandı. Və bu fitnənin də baş verməsinin səbəb nə idi? Osman radiyallahu anhunun intiqamını almaq üçün onlar qərara gəlmişdilər ki, biz Əli radiyallahu anhudan tələb etməliyik ki, Osmanın qatillərini bizə təslim eləsinlər. Çünki xavariclər var idi onun ordusunda. Yəni bu qiyamda iştirak etmiş şəxslər var idi və onların da sayı çox idi. Lakin siyasi məsləhəyə görə Əli radiyallahu anhu ilk başda yəni istəmirdi. Əli radiyallahu anhu hələ bunun vaxtının tez olduğunu bildirmişdi onlara. Lakin eyni zamanda Ayşə radiyallahu anhə Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin yoldaşı və ən fəqih qadınlardan olan Ayşə radiyallahu anhə və həmçinin Talhə İbn Ubeydullah, Zübeyir ibn Avvam kimi cənnətlə müjdələnən və İslamı ilk qəbul etmiş böyük sahabələr belə bu fitnənin içərisinə daxil olurlar. Məlum olduğu kimi həmin döyüşdə də, Cəməl döyüşündə də Talhə və eyni zamanda Zübeyir kimi sahabələr şəhid edilir. Həm Ayşə Muaviyyənin, daha doğrusu Ayşə, Zübeyir və Talhənin tərəfindən, həmçinin də Əli radiyallahu anhunun tərəfindən çox sayda müsəlman qətl edilir, şəhid olur. Və ondan sonra yenə də Siffin döyüşü baş verir. Bu ümumiyyətlə yenə də fitnə baş qaldırır. Və bu Siffin döyüşü Cəməl döyüşündən də daha şiddətli baş verir. Və həmin bu döyüş aylarla çəkir. 10 minlərlə müsəlman qətl edilir həmin bu döyüşdə. Sonda isə lakin Muaviyyənin və Əlinin tərəfindən bir nümayəndə təyin olunur. Muaviyyənin tərəfindən Amr ibn As adlı sahabə, Əli radiyallahu anhunun ordusu tərəfindən isə Abdullah ibn Abbas, yəni onun doğma əmisi oğlu nümayəndə olaraq bu atəşkəs sülh bağlamaq üçün təyin edilirlər və beləcə aralarında sülh bağlanır. Aralarında sülh bağlanır və Şam torpağı Muaviyyəyə, yəni onun hakimiyyətinin altında olur. Küfə, Bağdad ərazisinin torpaqları isə Əlinin hakimiyyəti altında olur və beləcə İslam dövləti, İslam hakimiyyəti ikiyə parçalanır. Bir tərəfdə Muaviyyə, bir tərəfdə də Əli. Və bu beləcə davam edir və həmin bu döyüşdən sonra da xavariclər baş qaldırır artıq. Və nə edirlər? Artıq Əli radiyallahu anhunun ordusundan çıxaraq ona qarşı çıxırlar. Və deyirlər ki, sən Allahın hökmü ilə hökm etmədin, sən artıq kafirsən. Yəni İslam dinindən artıq çıxdın. Və beləcə Əli radiyallahu anhunun ordusundan çıxıb onu təkfir edirlər. Və tək onu yox, elə Muaviyyəni də təkfir edirlər və onun ordusunda olan bütün müsəlmanlar. Nə üçün? Onlar deyirlər ki, siz yəni Allahın hökmü ilə hökm vermədiniz. Çünki Allah Teala buyurur ki, "İnil hukmu illə lillah." Həqiqətən hökm yalnız Allaha məxsusdur və siz özünüzdə bir nümayəndə təyin edib beləcə Allahın hökmü ilə hökm vermədiniz. Və bu fitnə qopduqdan sonra həm İslam hakimiyyəti ikiyə parçalanır və həmçində eyni zamanda
Xavariclər baş qaldırır. Xavariclər artıq Əli radiyallahu anh'ın ordusundan ayrılırlar. Və düz Əli radiyallahu anh sonunda onların çox böyük bir hissəsini Nəhravat döyüşündə qətl eləyir. Az sayda bir qism isə qaçıb canlarını qurtarmağa macal tapırlar. Və beləcə sonra isə hansı hadisə baş verir? Hüseyn radiyallahu anh'ın qətli. Məzlumca qətl edilməsi. Və bu da İslam tarixində ən böyük baş vermiş fitnələrdən ağırlı azılı bir, yəni İslam tarixində olmuş tarixi bir hadisədir. Küfə əhlinin dəvəti ilə, Küfə əhlinin fitnəsi ilə bu baş vermişdir. Hüseyn radiyallahu anhu Məkkədə olarkən Küfə əhli ondan tələb edirlər ki, hakimiyyətə layiq olan sənsən və Yezidə qarşı çıx və biz sənin tərəfindəyik, məktub yollayırlar. Hamısı deyir ki, biz sənin arxandayıq. Sən Küfəyə gəl, biz sənin rəhbərliyin altında Yezidə qarşı çıxaq və beləcə hakimiyyətə səni gətirək. Və bu xəbər də Yezidə çatdıqdan sonra dərhal Ubeydullah ibn Ziyad, yəni həmin ərəfədə Küfənin əmri olur və əmr edilir ki, ordu göndərin, onun qarşısını alın. Və o artıq Məkkədən çıxdıqdan sonra Hüseyn radiyallahu anh çox sayda sahabələr, çünki onlar bilirdilər, artıq bu fitnələri dadmışdılar. İstər Əli radiyallahu anh'la Ayşə, Talhə və Zübeyir arasında olan müharibə zamanı, fitnə zamanı, istərsə də ondan sonra Siffin döyüşündə. Bunları hamısını görmüşdülər, onlar yaşamışdılar. Və gəlirlər hamısı, deyirlər ki, Ənəs ibn Məlik, Abdullah ibn Abbas, Abdullah ibn Ömər və Cabir ibn Abdullah və digər məşhur sahabələr hamısı gəlir Hüseyn radiyallahu anh'a nə qədər onu bu fikrindən daşındırmağa çalışsalar da, lakin Hüseyn radiyallahu anh deyir ki, xeyr, məni artıq Küfədən dəvət edirlər və bu da mənim əlimdəki bax məktublar. Və sahabələr də görürlər ki, artıq yəni Hüseyn radiyallahu anh nə isə fikrindən dönən deyil və qucaqlayırlar, deyirlər ki, yəni biz səninlə sonuncu bir vidalaşmış şəxs kimi vidalaşırıq sənin. Yəni artıq bilirdilər ki, bu fitnəyə gedir və bunun sonu ölümdür. Və beləcə Hüseyn radiyallahu anh öz əhl-i beyti ilə, yaxınları ilə birlikdə, yəni 70 nəfərlik ondan biraz çox sayda olan, 70 nəfər civarında olan tərəfdarları ilə onun içərisində onun əmisi uşaqları, qardaşı, övladı, qardaşı uşaqları və eyni zamanda ailə üzvlərindən yoldaşları var idi. Hamısı Küfəyə doğru istiqamət alırlar, lakin Kərbala adlı yerdə Yezdin ordusu onun qarşısını kəsir. Ubeydullah ibn Ziyadın göndərdiyi ordu. Və Hüseyn radiyallahu anh ondan qabaqda Muslim ibn Aqili əmisi oğlunu göndərmişdi. Hara? Küfəyə ki, vəziyyəti öyrənsin. Yəni həqiqətən də onlar səmimi deyirlərmi? Muslim ibn Aqil görür ki, vəziyyət o vəziyyət deyil. Və hətta Muslim ibn Aqili orada həbs edirlər və Muslim ibn Aqili orada öldürürlər və o macal tapır, məktubu yollayır ki, ey Hüseyn, sənə xəyanət etdi Küfə şiələri və qayət geri. Yəni onlar sənin yanında olmayacaqlar. Və Hüseyn radiyallahu anh artıq bu yəni xəbəri aldıqdan sonra gec idi, təbii ki, gec idi. Artıq onlar Kərbala adlı yerdə Ubeydullah ibn Ziyadın göndərdiyi ordu tərəfindən artıq mühasirəyə alınmışdı. Və Hüseyn radiyallahu anh vəziyyətin bu dərəcəyə çatdığını görür və deyir ki, yaxşı, o zaman mənə möhlət verin, ya izin verin mən gəlib yerə Məkkəyə qayıdın, ya Yezdin yanına gedim, onunla danışım, ya da ki, mənə izin verin, müsəlman ordularında fətlərdə iştirak edin. Və Ubeydullah ibn Ziyad, yəni Küfənin əmri ilk başda bununla razılaşır. Lakin onun yanında olan xəbis şəxslərdən biri, onun işçilərindən biri olan Şimr adlı bir şəxs deyir ki, yox, sən gəl belə et. O sənin birbaşa özünə beyət eləsin. Əgər beyət edəcəksə, Yezdi niyə beyət edir? Elə sənin özünə beyət eləsin. Fikir Ubeydullah ibn Ziyadın ağlına batır. Lakin ilk başda o bu fikirdə deyildi. Və beləcə xəbər göndərdirir ki, yox, gəlsin Hüseyn radiyallahu anh, mənim özümə beyət edəsin, mənimlə danışsın. Lakin Hüseyn radiyallahu anh buna razılaşmır və qəti şəkildə öz etirazını bildirir və beləcə döyüş baş verir və heç kəs də təbii ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem nəvəsini öldürməyə cürət edə bilmirdi ilk başda, lakin sonda həmin o Şimr kimi xəbislərin yəni təklifi ilə, yəni fitnəsi ilə artıq Hüseyn radiyallahu anh'ın başı kəsilir, məzlumcasına qətl edilir və Kərbala çölündə şəhid edilir. Və bu da bunun həm siyasi tərəfdən ağrılı nəticəsi olur, həmçinin də dini tərəfdən.
hansı firqə yaranır? Rafisidi çıxır. Hansı ki, əllərində bayraq edir Hüseyn radiyallahu anhun ölümünü və günümüzə qədər də, qiyamətə qədər də bu davam edən bir fitnədir. Yəni görürsüz, yəni bu fitnənin səbəbi ilə hansı hadisə baş verdi. Təbii ki, bu fitnələr çoxdur və biz danışdığımız bu fitnələr sahabələrin dövründə fitnələr haqqında idi. Yəni təsəvvür edin, onlar ümmətin ən xeyirliləri, alimlər, elm əhli deyir ki, onlar göydəki ulduzlar kimidir. Allah-u Teala insanlar içərisində ən təmiz qəlbli insanlara baxdı, gördü ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemdən ən təmiz qəlbli insan yoxdur və onu özünə elçi təyin etdi. Elçi seçdi. Və baxdı ki, insanlar içərisində sahabələr kimi təmiz qəlbli insanlar yoxdur. Onu Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə sahabələri təyin etdi. Həmin o insanları. Lakin buna rəğmən Peyğəmbərimiz sallallahu aleyhi ve sellem həmçinin deməsi ki, ən xeyirli nəsil mənim nəslim, sonra onlardan sonra gələnlər, sonra onlardan sonra gələnlərdir. Tabinlər və atbaq tabinlər. Baxmayaraq ki, onların ən xeyirli nəsil idi, lakin onlar da fitnəyə düşdülər. Xüsusən də Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, hər fitnə özündən sonraki fitnədən daha şərli, daha böyük olacaqdır. Yəni, heç də insan zənn etməsin ki, bu il fitnə var, növbəti illərdə fitnələr azalacaq. Yox, belə deyil. Qiyamətə qədər çoxaldıqca gedir. Həmçinin Peyğəmbərimiz sallallahu aleyhi ve sellem digər hədisində buyurur ki, həmin bu fitnələr zamanı insan olacaq ki, deyəcək ki, bu fitnə mənim ölümümdür. Artıq bu mənim həlakımdır. Bununla artıq mən həlak oldum. Və beləcə sağ qalacaq, sonra növbəti il gələcək, növbəti bir fitnə qopacaq. Deyəcək ki, budur mənim ölümüm, budur mənim həlakım, artıq həlak oldum. Bu da nəyə göstərir? Yəni, hər gələn il özündən əvvəlki ildən daha fitnəli olacaqdır. Ona görə də bizim ibrət götürəcəyimiz məsələ nədir? Bu tarixi hadisələrdən özümüz üçün dərs çıxarmaq və sahabələrin və həmçinin həmin o dönəmdə yaşayan müsəlmanların düşdüyü bu fitnələrdən özümüzü qorumağımızdır. Düzdür, həmin Ərəfədə sahabələrin çox sözünü bu fitnələrdən salamat saxlamışdı. Necə ki, onlardan biri elə Sa'd ibn Əbi Vaqqas adlı sahabə bilirsiniz, məşhur sahabələrdən olub, cənnətlə müjdələnən sahabələrdən olub. Həmin o Sa'd ibn Əbi Vaqqas radiyallahu anh bu fitnələr zamanı çəkilir qırağa və bunun fitnə olduğunu bilir. Və insanlar da gəlir, ondan tələb edir ki, sən də bu söhbətlərə qarış, sən də öz haqqını tələb elə, sən də cənnətlə müjdələnən 10 sahabədən birisən, İslamı qəbul edən ilk sahabələrdən birisən. Həmin ərəfədə də oğlu Ömər və bu da fitnəli məsələlərə girişən şəxslərdən biri olur və gəlir deyir ki, ey ata, hər kəs haqqını tələb edir, gəl sən də bəlkə xəlifə seçiləcəksən, gəl sən də bu məsələyə baş qoş. Lakin onu uzaqdan görəndə deyir ki, bunun gələnin fitnəsindən Allaha sığınıram. Çəkilir dağlara, uzaqlara, bu fitnələrə baş qoşmur. Və bu fitnələr vaxtı da deyir ki, mənə elə bir silah gətirin ki, ləhu əynən, iki gözü, və lisən, iki dili və şəfətən, iki dodağı olsun. Yəfruq əl-mümin minəl-kəfir və müsəlmanla kafiri ayırsın, möminlə kafiri ayırsın. Əgər burada deyir ki, möminlər bir-birini qırırsa, demək ki, bu fitnədir, fitnədən başqa bir şey deyil. Və beləcə həmin bu fitnədən uzaq gəzir. Nəyə üçün? Çünki onlar Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin bu qabaqcadan xəbər verdiyi fitnələr zamanı həmin bu fitnələrdən uzaq durmağın nə dərəcədə mühüm olduğunu bilirdilər. Və beləcə də özlərini salamat saxladılar. Və bizim üzərimizə düşən həm bu fitnələr zamanıdır. Yəni tək bu siyasi fitnələr deyil. Eyni zamanda günümüzdə yəni şübhələr fitnəsi var, şəhvətlər fitnəsi var. Yəni şeytan da daim zaten pusqudadır. Əgər səndə bu şübhələr tərəfindən bir boşluq görsə, sənə bu şübhələr qapısından daxil olacaq və beləcə qəlbinə şübhə salacaqdır. Və Allah qorusun. Və beləcə səni o şeylə məşğul eləyir, səni yavaş-yavaş düzgün etiqaddan saptıracaq. Və bir də gördün ki, Allah qorusun, artıq saptın İslam dairəsindən çıxdın. Birbaşa yoldan çıxarmır, yavaş-yavaş, etap-etap, mərhələ-mərhələ. Bir də gördün ki, əgər sən o qəlbindəki şübhəyə cavab tapmadınsa, özünü şübhəyə atdınsa, yəni dindən çıxdın, getdin. Və yaxud da ki, şəhvətlər tərəfindən, əgər şübhələr tərəfindən möhkəmsənsə, şəhvət qapısına yaxınlaşaraq səni şəhvətlərə salır. Və beləcə yavaş-yavaş günahlar, ardınca da artıq bu günahlar da küfrə saldığı üçün bir də gördün ki, artıq səndən dindən əsər əlamət qalmadı.
Allah qorusun. Və Allah Teala'dan istəyirəm ki, Allah Teala bu fitnələr zamanı bizi sabit etsin. Həm şübhələr fitnəsindən, həm şəhvətlər fitnəsindən qorusun və bizi son kəlməmizi la ilahe illallah olaraq bu dünyadan köçməyi nəsib eləsin və Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin sünnəsindən ayırmasın. Doğrusunu Allah bilir. Subhanakallahumma bihamdik. Əşhədü en la ilahe illə ent. Estağfiruk və etûbü ileyk.